Əgər bütün bəşəriyyət ədüv canım ola, ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvvə məkan vermərəm gər alimlər, 1000 ildə vəz edələr dəhşəti qiyamətdən. Pələklər tuta dövrüm, çəkinmərəm əsla, və ya ki, vəd edələr dövləti cahanı mənə. Ki bir kəsə baş əyim, izzimi bəyan eləyim, əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllat, əlində şəmşiri, ölüm gücü ilə mənə hökm edə olum təslim. Əyilmərəm yenə haşa, ölüm nədir ki onun gücü ilə xalqa həqiranə eyliyim təzim. Cahanda yox elə bir qüvvə, baş əyim ona mən. Fəqət nə güclü, zəif bir vücud var, yahu ki hazıram yıxılıb xaki payinə hər gün, öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? Ana, ana. O adın qarşısında bir qul tək həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm bəzmi istirahətdir. Əs ey külək, bağır ey bəhri biyaman ləpələn, atıl cahana sən ey ildırım, alış, parla, gürulda, taq səmavi, gürulda, çatda, dağıl, sən ey günəş yağışın yağdır, ey bulud ağla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox, yox. Fəqət ana, o müqəddəs adın qabağında, o pak bağrına bassın məni, desin lay lay, təbəssüm oynadaraq titriyən dodağında. Bütün vücudum əsər, ruhum eyliyər pərvaz, uçar səmalara o aləm xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz. Ana, ana, sənə mən rahibəm itayət.